bəzən dərman deyil, bir damla yağ bədənin bütün problemlərini həll edir. Bu videoda gənəgərçək yağının faydaları haqqında danışacağam. Odur ki, videonu sonacan diqqətlə izləyin. Çünki maraqlı və faydalı məlumatlar deyəcəm. Dəyərli izləyicilər, videoların analitikasına baxanda çox az adamın abunə olduğunu görürəm. Bizə dəstək olmaq üçün videoya abunə olub bildirimləri açmağı unutmayın. Gənəgərçək yağı güclü işlədici təsirə malikdir. Bağırsaqların fəaliyyətini aktivləşdirir. Böyüklər üçün tövsiyə olunan miqdar 2-3 xörək qaşığıdır. Yağın təsiri adətən 2-6 saat ərzində hiss olunur. Lakin digər işlədicilər kimi bu yağdan da davamlı istifadə etmək olmaz. Çünki bağırsaqlar zamanla tənbəlləşə bilər. Qəbizliyin əsl səbəbini müəyyən edib aradan qaldırmaq daha doğru yanaşmadır. Gənəgərçək yağı həm də yara sağaldıcı və iltihabı azaldan xüsusiyyətlərə sahibdir. Buna görə dəri kəsikləri, yanıqlar, yaralar və digər zədələnmələr zamanı faydalıdır. Babasil problemi zamanı da istifadə olunur. Bunun üçün gün ərzində bir neçə dəfə düyünlərin üzərinə çəkmək lazımdır. Soyuq dəymə öskürək və bronxitdə də təsirlidir. Bunun üçün axşam yatmazdan əvvəl biraz isidilmiş gənəgərçək yağı sinəyə və ayaq altına sürtülür. Sonra isə pambıq corab geyinmək tövsiyə edilir. Əl və ayaq dərisi qurudursa, qabıq verirsə və sərtləşibsə, yağla bürünmə etmək dərini yumşaldır və elastikləşdirir. Bunun üçün yağı sürtüb sellofanla bağlamaq, ardından pambıq əlcək və corab geyinmək kifayətdir. Ən yaxşısı bunu gecə etmək və 10 gün ardıcıl davam etdirməkdir. Əllərdəki ziyillərin üzərinə mütəmadi sürtüldükdə, onların qısa müddətdə yox olmasına kömək edir. Gənəgərçək yağı dərini nəmləndirir, elastikliyini artırır və xırda qırışların azalmasına şərait yaradır. Qidalandırıcı maska üçün 2 çay qaşığı gənəgərçək yağı, 1 çay qaşığı sürtgəcdən keçirilmiş çiğ kartof, 1 xörək qaşığı süd və 1 yumurtanın sarısı qarışdırılaraq təmiz üz dərisinə çəkilir və 20 dəqiqə sonra ilıq su ilə yuyulur. Yağlı dəri üçün açıcı maska hazırlamaq üçün isə 2 çay qaşığı gənəgərçək yağı, 2 çay qaşığı kəsmik və 1 çay qaşığı limon şirəsi qarışdırılır. Bu maska dərini açır, ləkələri zəiflədir və məsamələri sıxlaşdırır. Gənəgərçək yağı saçları gücləndirir, canlandırır və daha parlaq edir. Bunun üçün 1 xörək qaşığı, gənəgərçək yağı 1 xörək qaşığı, küncüt yağı və 1 xörək qaşığı, aypəncəsi yağı qarışdırılıb, bir qədər isitdikdən sonra saç dibinə masajla tətbiq olunur. Kirpik və qaşların bərpasında da çox faydalıdır. Təmiz tuş fırçası ilə yağ çəkildikdə, bir müddət sonra onların daha sıx və sağlam göründüyünü müşahidə edəcəksiniz. Bəs siz gənəgərçək yağından istifadə etmisinizmi? Nəticəsini görmüsünüzmü? Rəylərdə yazın. Faydalı məlumatlar üçün mənim kanalıma abunə olub bəyənməyi unutmayın. Bu videoda bu qədər. İzlədiyiniz üçün təşəkkürlər.